Biləsuvar rayonunda aqrar bölmənin digər sahələri kimi heyvandarlığın inkişafı üçün də geniş imkanlar yaradılıb. Prezident İlham Əliyevin ölkəyə iri buynuzlu damazlıq heyvanların idxalı və bu heyvanların yerli fermerlərə 50% güzəştli lizing yolu ilə satışının həyata keçirilməsi üçün ayırdığı vəsait bu sahənin inkişafına böyük təkan verib. Biləsuvar rayonunda ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər çərçivəsində heyvan mənşəli məhsulların istehsalının daha da artırılması və cins iri buynuzlu damazlıq heyvanları olan tələbatın ödənilməsi əsas prioritetlərdəndir. Bu məqsədlə Biləsuvar rayon icra hakimiyyəti başçısı yanında Prezident İlham Əliyevin kənd təsərrüfatı ilə bağlı sərəncam və tapşırıqlarından irəli gələn vəzifələrin operativ icrası məqsədi ilə kənd təsərrüfatının inkişafına dəstək komissiyası yaradılıb. Heyvandarlığın inkişaf etdirilməsi ilə bağlı böyük potensiala malik olan Biləsuvar rayonunda süni mayalanma yolu ilə iri buynuzlu malqaranın cins tərkibinin yaşlaşdırılması üçün dövlət dəstəyi ilə xaricdən lizing yolu ilə malqara gətirilib. Hazırda rayonda fərdi təsərrüfatlardan əlavə 2 heyvandarlıq kompleksi yaradılıb. Heyvanlar arasında aparılan süni mayalanma tədbirlərini genişləndirmək məqsədi ilə süni mayalanma məntəqələrinin sayı bütün rayonu əhatə etməklə artırılıb. Davamlı olaraq məntəqələr yüksək məhsuldar törədici toxum və digər ləvazimatlarla təmin olunub. 99 baş qaramal gətirilmişik. Qaramal xüsusi bəsləmə şəraitində saxlanılır, yemləndir və süni mayalanma yolundan artırılır. Gətirdiyimiz dövrdən son 2 ildə mal qıramı başlarının 256 başadək artırmışıq. Rayonun təbii şəraitinə uyğun olaraq əsas südlük Holstein cinsindən olan damazlıq inəklər, ətli Şaroli, limuzin və simental cinsindən olan danalar gətirilib. 50 hektar ərazidə inşa olunan kompleks sağım sexində yüksək standartlara cavab verən avadanlıqlar tətbiq edilib. Yeni texnologiya hər inəkdən sağılan südün həcminin, yağlılıq dərəcəsinin və digər keyfiyyət göstəricilərinin ayrı-ayrılıqda qeydiyyatının aparılmasına imkan verir. Kompleksin yemlə təmin edilməsi məqsədi ilə rayonda yem təsərrüfatı yaradılıb və yem bitkiləri əkilib. Bundan başqa 60 hektar ərazidə yem təminatının yaxşılaşdırılması məqsədi ilə müasir suvarma sistemləri quraşdırılıb. Görülən işlər hesabına kompleksin yem təchizatı tam təmin olunub. Eyüp Məmmədov, Elşən Feyzullayev, Zahid Aydınoğlu, Biləsuvar.